Saygıdeğer değerli soydaşlarımız, değerli yurttaşlarımız, sevimli izleyicilerimiz, İstanbul Anadolu yakası Kadıköy Halk Film evine geldi. Özellikle Azerbaycanımızdan 1990'larda Türkiye'ye gelen Azerbaycanımızın bir değerlisi, görkemli oyuncularından birisi Melahat Elman kızı Abbasova. Bu akşam Halk Filmi evindəyik. Çox sağ olsun, var olsun, bugün beni getirdi. Nezih Bey'le tanıştırdı, görüştürdü. Özellikle böyle bir masanın arkasında oturup bir çay içtik. Sonra Nezih Bey'le görüştük, tanıştık. Sonra Melahat Abbasova kimdir bilgileriniz vardı. Çünkü Binbir Gece dizilerinde belki yüzlerce diyebilirim filmlerde, oyunlarda görebilirsiniz, tamaşalarda. O tay Azerbaycan'da, bu tay Azerbaycan'da, özellikle Türkiye'de birkaç saniyeden sonra Melahat Abbasova Elman kızı kimdir? Ben vurguladım, ancak kendi dilinden duymak isterik. Hoş gördük efendim. Hoş bulduk, hoş Çok geldin. Melahat Hanım kimdir? Melahat Azerbaycanlı. Doğru. Azerbaycanda doğdum. Pirşağı qəsəbəsində, Bakının Pirşağı qəsəbəsində anadan oldum. 188 nömrəli orta məktəbə getdim. Doğrudur. Məktəbi qurtardıqdan sonra da Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültesinə qəbul oldum və o vaxt bütün Sovetlər Birliyinin tanıdığı böyük yönetmen, böyük rejissor Mehdi Məmmədovun sinifində təhsil aldım. Ondan sonra Elmira Şabanova, Zəminə Hacıyevanın sinifində təhsil aldım. Mehdi Məmmədov rəhmətə getdikdən sonra. Ondan sonra tiyatr değil de institutun 4-cü kursunda mən Sən həmişə mənimləsən Rasim Balayevlə, Azərbaycanın böyük aktyoru Rasim Balayevlə Sən həmişə mənimləsən televiziya tamaşasında özellikle 1987'de, 7. ildə. O dönemlerde siz 17 yaşındasınız, doğru mu? Yox, 17 yaşında deyiləm. 1966 doğumluyam. Doğru. 19 yaşındaydım. 19 yaşında yani filme başladınız, tamam. Ve üniversitetin, yani İncəsənət İnstitutunun 4-cü kursundaydım. Doğrudur. Yani həyat elə gətirdi ki, tamaşamız yayınlandı ve 3 gün sonra təyinatımız veriləcəkdi ve mənə Akademik Milli Dram Teatrından bir de Genç Tamaşaçılar Teatrından dəvət gəldi. Amma mən Akademik Milli Dram Teatrını seçtim. 4 il orada işlədim. Sonra biz 1990-cı ildə Türkiyəyə gastrola gəldik. 92'de mi ya 90'da? 90'da. Yani 1990 3 yıl Azerbaycan'da çalıştınız, ondan sonra 4 yıl. il. Ondan sonra 90-cı ildə Türk Teatrı bizi gastrola dəvət elədi. Bir ildən sonra da mən burada həyat yoldaşımla qonaq gəlmişdim. Yux Teatrı ilə də elə bil ki gəlmişdilər bura. Mən də onlarla beraber geldim ve burada həyat yoldaşımla tanış oldum ve evlendim, aile kurdum ve burada bir kaldım. evliliği gerçekleştirdim. 3 aydan sonra da İstanbul şehir tiyatrolarında işe girdim. Aktrisa olarak, rejissör olarak faaliyete başladım 3 ay sonra. Özellikle bir Azerbaycan Türk'ü olarak Türkiye'ye gelirsiniz. Çünkü Türkiye sinemasıyla, dizileriyle tanış olursunuz. Sonra bu Benim esas işim tiyatrdı. 35 yılın içerisinde 34. 34 ben yıl. yaşlandım. 34 tamam, yıldır Türkiye'deyim. 34 yılın içerisinde bir biriken bir bilim vardır, tamam mı? O yani her bir dizide bilgiler elde edirsiniz. O bilgileri sunmak ister misiniz? Yani neler elde ettiniz? Yani Azerbaycan dizisiyle, Azerbaycan sinemasıyla, Azerbaycan kinosuyla, Türkiye sinemasının böyle teknik bakımından, başka açıdan böyle bir ayrıcalığı vardır. Yani Türkiye'nin ayrıcalığı neydi, Azerbaycan'ın ayrıcalığı neydi? Türkiye'de Sovetler vaxtında Azərbaycan kinosu çox yüksək səviyyədə idi. Çünki sənət filmləri çəkilirdi daha çox
Mən orada Bakıda da olanda o vaxtları Sürayə, Fatimə, İmtahan adlı filmlərdə də oynadım, kinoda oynadım. Hətta Mərkəzi Televiziya kanalı ilə göstərilmişdi, Rusiya Mərkəzi Televiziya kanalında göstərilmişdi. Ondan sonra elə oldu ki, teatrda da səhnələrə çıxırdım. Sonra elə oldu ki, mən Türkiyəyə gəldim, burada sənətimi davam elətdirdim. Yəni burada hər şey çox fərqlidir. Burada çox güclü bir texnologiya var teatrlarda. Nə zamandan güclənməyə başladı? Siz 1990-larda gəldiyinizdə Azərbaycan kinosu... 91-də gəldim. Evet. Çünki o dövrlərdə biz baxdığımızda Azərbaycan kinosu belə bir parlayan səviyyədə idi. Çox yüksək. Ancaq 1990-larda da daha artıq düşdü, qalxamıyor. Amma umarım ki ölkəmizdə çünki ekonomik sıxıntılar başladı. Sonra ölkədə siyasi necə deyirlər çaxnaşmalar var idi. Ermənistan Qarabağ savaşı başlamışdı. Yəni bu normal idi əslində. Çünki ölkə artıq müharibə vəziyyətində idi və demək olar ki, bütün sektorlarda bir geriyə getmə var idi. Sonra sistemlər dəyişir, oradakı qanunlar dəyişir. Yəni əlbəttə ki, bunların hamısı əsasən də Qarabağ savaşı məncə incəsənətə çox böyük bir təsir elədi. Doğru. Tək sinemada deyil, tək kinoda deyil, ümumiyyətlə teatr tamaşaçılarında da düşük sayısı düşdü. Çünki insanlar artıq savaş halındasınız, ölkədə savaş gedir, heç kim nə kinoya getmək istəmədi, nə teatra getmək istəmədi. Mən o dönəmləri eşidirdim, bilirdim, çox üzülürdüm, amma Türkiyədə tam elə deyil. Türkiyə daha da inkişaf elədi. Türkiyə çünki dünyaya açılan bir pəncərədir. Yəni Türkiyədə necə deyirlər, çox xaricdən gələn necə deyirlər, rejissorlar var, musiqiçilər var. Ümumiyyətlə Azərbaycandan çox istedadlılar çoxsu Türkiyəyə gəldilər o vaxtları və buranın incəsənəti demək olar ki, bəlkə də bizim öz insanlarımızın sayəsində çox yüksəldi və bugün bütün universitetlərə gedin, çox universitetdə bizim Azərbaycanlılar işləyirlər. Həm musiqidə, həm teatrda, teatr şöbəsini qurdular. Məsələn, Konyada Zəminə Hacıyeva, mənim müəlliməm, teatr fakültəsini qurdu. Yeditepe Universitetində məsələ heykəltaraşlıq bölümü quruldu. Ankarada Bilkənt orkestrası quruldu. Sərvər Qaniyev, Allah ona min rəhmət eləsin. Yəni bizim istedadlarımız hamısı buraya gəlib Türkiyə sənətini çox yüksəltdilər. Bunu özləri də təsdiq edirlər. Doğrudur. Özəlliklə bir dağınıqlıq var. Yəni bunları nə türlü birikdirmə. Baxın, biz o dövrlərdə baxdığımızda Hasan Seyidbəylinin qurduğu bir kurum var. Baxdığımızda nə türlü belə güclü yetenəkləri bir araya gətiriyor. Babək filmi, Qaçaq sonra nə bilim Nəsimi filmi, Dədə Qorqud, yüzlərcə belə filmləri saya biləriz. Bugün çözüm nədir? Yəni niyə bir araya gələ bilmiyorlar? Niyə belə gözəllər? Dövlət dəstəkli olmalıdır bütün bizim kinostudiya əvvəllər dövlətin dəstəyi ilə ayağa dururdu. İndi artıq orada da qanunlar dəyişib və bu qanunlar ancaq biz baxdığımızda dövlətin də dəstəyi vardı, amma para da alıyorlar, amma bir əsər ortaya koyamıyorlar. Çünki bu da vardı. Çünki böyük, yəni bütün bir filmin, bir tamaşanın necə gözəl olması üçün çox istedadlı rejissorlara ehtiyac var idi. Əvvəllər məsələ bizim vaxtımızda məsələ Moskvaya rejissorluq fakültəsini oxumağa gedirdilər. Yəni orada teatr fakültələri var idi. Sonra çox böyük rejissorlar var idi. Mehdi Məmmədov çox böyük bir rejissor idi. Tofiq Kazımov olsun, Adil İskəndərov olsun. Onlar hamısı çox gözəl tələbələr yetişdirdilər və çox heyif ki, onlar rəhmətə gedəndən sonra onların yerini tutan mənə görə inciməsinlər, amma onların yerini tutan rejissorlar gəlmədi. Gerçəkləri konuşuyorlar. Yoxdur, rejissor yoxdur. Rejissor sənəti baxın, zəif. Özellikle araştırmalarımdan yola çıxıyorum. 2025-in yaz bayramında, il bayramında, Novruz bayramında Rasim Balayev Amerikaya gəldi. Yəni bəlkə heç kimsənin bilgisi yox idi. Yəni
bizim Hollywoodda bir Azərbaycanlımız olsun. Rafiq müəllim, Tamam, Rafiq, mən Rafiq. sizin sayənizdə Yəni öyrəndim. Rafiq gibi Hollywoodda bizi film yazarımız var, yönetmenimiz vardı, yapımcı var. Yəni bugünə dək niye değerlendiremediler? Yani ben böyle yola çıktım, geldim, sizi buldum, sonra çoxlu yönetmenleri, oyuncuları Türkiye'mizden yardımcılar. Yani böyle bunun birleştirdiği bir bilim var, bir teknik vardı. O tekniki kendisi de yalvarıyor. Ya ben Azerbaycan'a gelmek istiyorum, Türkiye'ye gelmek istiyorum. Yani beni karşılayın, ben gelim, ben ne varsa ben size yardımcı olacağım. Bu da vardı ya, tamam mı? Ben Desək ki, belə bir olanaqlar yoxdur, imkanlar yoxdur. Yalandır ya, vardı, var. Yəni Var, bir var. araya gəlmək. Var, var. Sizdə çözüm nədir yəni belə? Onun çözümü belədir ki, Rafiq müəllim sizin sayənizdə mən tanıdım. Rafiq müəllimi çox gözəl insan və inanılmaz dərəcədə də qürur duydum ki, bizim bir Azərbaycanlımız Hollywoodda həm senarist, həm rejissor. Bu çok büyük bir şeydir. Yalnız yani, ben söylemiyorum. Onu Rasim Balayev de onun filminde oldu. Yani ben ama deseydim ben de diyerdim ki Elya söylüyor ya böyle bunun, bir şey. Tabii ki bunun böyle bir şeyleri var ki biz özümüzü tanıttıra bilmirik. Özümüz. Bizi tanıdan da olmur. İndi Rafiq müəllim neyləsin? Rafiq müəllim orada öz işini qurub, gözəl işlər görür. Rafiq Bey kendini tanıttırmayacaq ki. Rafiq Bey yəni sağlam bak, gazetecilərimiz, yapımcılarımız, belgesel... Bunu mesela xaricdə yaşayan Azərbaycanlılarımızı kim tanıtmalıdır? Mesela mən burada əvvəllər gördüyüm heç bir işin reklamını eləyə bilmirdim Bakıda. Çünki heç kim bilmirdi ki, Məlahət hardadır. Ancaq mən Minbir Gecə ilə hamı gördü ki, Məlahət Abbasova Minbir Gecədə oynayır. Amma Minbir Gecə mənim 17-ci tamaşam idi, serialım idi. Yani ona qədər heç kim bunu eləməmişdi. Amma indi mən belə düşünürəm ki, bizim diaspora komitəmiz quruldu. Diaspora komitəmiz bütün dünya Azərbaycanlılarını bir yerə yığdı. Mesela bizim WhatsApp grubumuz var. Artıq bilirik ki, Ərəbistanda kim var, ne işler görürler. Çünkü gördükleri bütün işi WhatsApp'larda paylaşırlar herkes. Ben de mesela yeni bir şey olur hayatımda, yeni filmler olur, tamaşalar olur. Ben onu hemen WhatsApp'a koyuram. Benim hakkımda çıkan yazıları WhatsApp'a koyuram. Kanada'dan gelirler, İsveç'ten, ondan sonra Almanya'dan, İngiltere'den, dünyanın çok ülkesinden. Mesela bizim 2-5 noyabrda Antalya'da Dünya Azərbaycanlıları Mədəniyyət Elçilərinin birinci forumu keçirildi və 250 nəfər iştirak elədi orada. Hamısı da dünya Azərbaycanlıları idi və dünyanın bir çox ölkəsindən gəldilər. Məsələn, biz artıq dostlaşdıq, belə bir ailə olduq. O WhatsApp qrubunda artıq bir-birimizə də yazırıq. Məsələn, bir şey ehtiyac olanda yazırlar orada. Məsələn, deyirlər ki, bizə bir tane musiqiçi lazımdır. Doğrudur. Almanyadan və ya oradan, buradan. Ve biz anında şey oluruq. Özellikle bu çok güzel bir yöntemdir, çok güzel bir yöntem. O mənada mən Diaspora komitəmizi Fuad müəllimin bu əməyini çox qiymətləndirirəm. Mədəniyyət Nazirimiz Adil Kərimli ilə bərabər çox gözəl şəkildə birləşib bu forumu keçirtdilər və dünya Azərbaycanlarını bir yerə gətirdilər. Amma bundan sonra mən inanıram ki, Rafiq müəllim də siz de hamınız orada olacaksınız yani diye düşünüyorum. Ben belki 6 yıl bundan önce Rasim Balayev bana söylemişti ki Türkiye'ye gittiğinizde orada bir çok değerli, çok yetenekli bir oyuncumuz vardı. Neydi? Məlahət xanımla görüşərsiniz. Sonra telefonunuzu əldə edə bilmədim, yani başka bir telefonlar verildi. Ancak sonunda böyle o gün Qarabağ bayramında, yani Zəfər günündə biz karşı karşıya geldik. Çok sağ olsun değerli bir soydaşımız Seyfullah Bey bizi bir araya getirdi. Telefonunuzu aldım. Sonra Rafiq Bey'in konusunu ben açıkladım. Yani gerçekten ben şaşırdım. Belki ben Rafiq Bey'in konusunu yüzlerce mesela adını çekmeyin başka yerde olan insanlara söylüyordum. Ya haber veririm ya böyle bir şey. Ancak siz onu sıcak karşıladınız. Biliyorum ki çünkü sinema. Ayam bu insan yani belki biz Hollywood tarihinde biz baksa kaç tane neçə kişi, neçə nəfər yani böyle
Yoxdur. Bizim Halib zaten Yoxdur. Rafiq gibi bir insanımız Yoxdur. vardı. Bir tek Rüstəm İbrahiməkovun filmi var idi. Oscar aldı yabancı film dalında. Rüstəmə kim yardımcı oldu? Rafiq Bey. Bunu benden sormayın. Bak bunu istersiniz. Yo, ben sormuram, neydi? sadece Yani soruyorum. bakın Rasim Balayev'den de sorabilirsin. Rüstəmə de yardımcı ol. Bak bana Sağ biliyor olsun, musun Allah ne dedi? razı olsun. Bana dedi ki İlyas bakın siz Azərbaycan Türkləri bir araya getirin. Tamam ben bu kadar bilgim, ilimim, teknikim, yöntemler neydi her bir şey ben biriktirmişim. Ben bunları mən Azərbaycan Türklərinə sunum. Mən gəlim, ben Azərbaycana gəlim, Türkiyəyə gəlim. Ben bilirəm ki bu yolu yalnız siz aça bilərsiniz. Siz de böyle sıcak baktınız, siz de olumlu karşıladınız. Bilirsiniz ki Rafiq Bey'de yani Hollywood'da bir film yazarı olmak böyle su içim gibi Çok, bir şey çok değil. fəxr edirəm, qürur duyuram. Rafiq müəllimə çox qürur duyuram. Neden Bir de neden teşekkür biz ederim ki yararlanmaya? görüntülü de görüştürdün bizi. Çok İnanılmaz Doğru, mutlu doğru. oldum valla. Allah can sağlığı versin. Bilirəm ki Fəxrimizdir. Rafiq Bey'in ne türlü böyle bir onun kurduğu bir dizgeye, bir sistemin içerisine girip onun çok yazdığı senaryolar var, çoxlu düşüncələri var, çoxlu teknikləri var. Ne türlü onu getirip Azərbaycan Türklərini aşılamaq olur? Azərbaycan Türkləri deyəndə ki, Azərbaycanı ya da Türkiyə getirməyə lazımdır. Əlbəttə Doğru. bunun üçün əlaqələr çox mühümdür. Rafiq müəllimi tanıtmağa gerek yok. Onsuz da Google'a yazırsınız. Rafiq müəllimin Doğru, adı çıxır yani. Doğrudur. Ama önemli olan belki bugüne de Rafiq Bey'in üzerinde inşallah. bugün Rafiq Bey'in Azərbaycan çapında fərq etməz. O tayında, bu tayında, yəni bəlkə minlərcə o öğrenciler ortaya çıxa bilər. Siz yəni bu yolu aratlayıb bir yol aça bilərsiniz. Bilirəm ki Yo, indi görüşdük, indi Xalq TV-dən görüşdük. Doğrudur. Nazif Tunç mənim çox dəyərli, uzun illərdir, hardasa 30 ildən çoxdur ki, biz çox yaxın dostuq. Nazif bəy həm senarist, həm yapımcı, həm rejissor və doğrudur. doğrudan da İzin belə verseniz şeylər bu sorunu da verim. Tamam. Nazif Tunç kimdir? Nazif Tunç'u siz 1990'dan beri bugüne dek tanıyorsunuz. Biraz bundan önce Ali Türkoğlu ya da bu sorunu verdim Nazif Tunç'dan da sordum. Nazif Tunç kimdir? Kendini anlattı çalışmalarını. Melahat Abbasova. Nazif Tunç kimdir? Nazif Neler yapmış, Tunç, her neler şeyden etmiş, önce onun yaratıcılığı, onun yetenekleri üzere Nazif konuşun Tunç ya. bugün doğrudan da çok sevilen, sayılan rejissorlardan biridir. Bizim ailemiz için ümumiyyətlə Nazif Tunç çok önemlidir ve ilk günden doğrudan da birbirimize kanımız kaynadı. Yani çok sevdim, çok necə deyərlər, tək mən deyil, mənim oğlum, mənim qızım, hamımızın, bizim ailemizin uğurudur Nazif Tunç. Onun böyle sehirli çubuğu sanki mənim ailəmə dəydi. Mənim qızım onun filmində başrollerde oynadı. Onun çektiği filmlerde oynadım. Ben özüm başrollerde oynadım. Oğlum ilk defa kameraman asistanlığını onun çektiği filmde oldu ve ben Nazif Tunç'u başka yani rejissor desem mənim üçün rejissordur, gözəl bir rejissordur desem sanki az qalır. O mənim Doğrudur, ailədən yəni. biridir. Yəni mən onu Daha- rahatlıqla gecənin birində də, ikisində də zəng eləsəm bilirəm ki, o açıb cavab verəcək. Həmişə deyirəm ki, məsələ oradasınızsa gəlim sizi görmək istəyirəm. Hər zaman da mən bilirəm ki, onun qapısı mənə açıqdır və tək o deyil, onun həyat yoldaşı, onun uşaqları, hamısını mən uşaqlıqlarını tanıyıram. Yəni biz artıq bir ailə olduq. Yəni mən tək rejissorluğunu bir tərəfə qoyuram bir tərəfə, amma insanlığı mənim üçün çox mühümdür və gördüyü işlər də çox başarılıdır. Hardasa 7-8 dənə işində mən Nazif bəylə çalışdım. Həm də gözəl rollar oynadım, seriallarda oynadım və təzəlikcəndə Altın Buzağı adlı sinema filmində, Mədəniyyət Nazirliyinin dəstəkləyəcək sinema filmində də tək qadın rolü var idi və həmən deyir ki, hardasan gəl.
Tamam deyirəm, başlayır, baş biraz üstünə bundan deyirəm. öncə Sayın Çox Ali gözəl də Türkoğlu filmimiz da oldu. Altın Buzağı anlattı. Altın Buzaq nə demək? Ali'yi de Altın çok, Buzaq. Ali'yi de çok severim. Çok da yaxşı ki Nazif Bey'in sayesinde de onunla da tanıştım. Doğru. Yani Nazif Tunç benim için doğma bir insan. Yani sanki ailemden biridir. Yani o rejissör dediğim kim bayaq. Rejissör desem sanki hafif kalacak. Çünkü çok rejissörlerle işledim. Çalıştım, filmlerinde oynadım, seriallarında, dizilerinde oynadım. Ama çoxsuyla da iş bitdikdən sonra sağollaşdıq, getdik. Amma Nazif bəylə bizim hələ də ailecek artıq devam edir. Bu dostluq devam edir. Yəni ailəm gibi oldular. Ne bileyim, o yoldaşı məni görəndə sarılırıq, öpüşürük, görüşürük. Uşaqları da desən nə ilə. Yəni Nazif Tunçu mən rejissor kimi deyil, öz ailəmin bir fərdi kimi, bir üyesi kimi görürəm. Yani o yüzden Allah'ıma şükürler edirəm ki, belə bir güzel insanlarla beni karşılaştırır. Çok güzel, bütün güzellikler Kızım da sizin çok olsun. sevir Nazif Doğru, Bey'i. doğru. Bugüne dək bu kadar dizilerde, filmlerde oldu. Hangi dizine böyle bir o rolu, orada böyle o dizini çok sizi etkiledi, çok sevdiniz. Biliyorum ki, yani bir sanatçıya dediğinde hangi işinizi çok seviyorsun? Mesela bana cevap vermişler ki, yani elə bir bana soruyorsan ki, kızını çok seviyorsan ya oğlunu. Ama yani elə, evet. mən deyə Doğrudur, bilmirəm. doğru. Çünki mən seçiciyəm. Bütün rollarımı sevirəm. Ben söylemiyorum ki seviyorum. Yo. Hangi dizi oynadığınız dizi sizi çok etkiledi? Hamısı. Ayıra bilmirəm mən. Çünki mən kimi baxmıram axı, o rolu oynadığımda o xarakterin içinə girirəm, o xarakteri oluram bir müddət. Amma belə hamısını sevirəm. Yəni sevməsəm. Özellikle Məlahət xanım bir evine gittiğinde bir ailesi vardı. Orada bir Məlahət Abbasova, bir səmimiyyət var. Ama bu diziye geldiğinde, o dizinin içerisine girdiğinde nasıl bir Məlahət ortaya çıkıyor? Yani belki birkaç saatten sonra o diziden çıktığında birisi dese ki, yani orada bir rol alıyorsunuz, orada bir sizin bir başka bir türlü bir karakteriniz, başka bir türlü kişiliğiniz vardı. Ya o kişiliğe yani bürünürsen. Ona bürünüyorsan. Elbette ki ona bürünürsen. Çünkü artık benim için orada... O sizin o karakter sizin yaşamınızı etkiledi mi? Yok hiçbir etkilemir. Benim çekimler bittikten sonra məndə hamısı qapının arkasında kalır. Yok, ben normal yine Məlahət oluram. Abbasova da olmuram, Məlahət oluram ama güzel bir hayat yoldaşı, yemek pişiren, evleri temizleyen belə bir kadın oluram ama iş başkadır benim için. Yani o Rusların bir tane sözü var. İş iştir, dostluk dostluktur. İş başka bir şeydir. İşe geldiğim zaman onu bütün ciddiyetimle özümü elə bil ki o rola veririm. Yani o karaktere bürünürəm. Doğrudur. Özellikle oyunculuğun yanında böyle yönetmenlik de vardır. Yani umarım ki gün gelsin sizin gibi bir değerli bir insanlarımız bir araya gelsinler, Azərbaycan sinemasını daha artık gücləndirsinlər. Gələcəyə plan nedir, amacı nedir? Yani ne yapmak istiyorsunuz? Ne türlü böyle düşünüyorsunuz ki güzel bir diziler, güzel bir işler, güzel bir filmler ortaya çıksın? Az bekliyorum. olsun, öz olsun. Nazif Tunç güzel bir dizi çekecek, güzel bir film çekecek, beni tekrar davet edecek doğru. Oraya. Çünkü yani bir sanatçı neyi bekler? İş bekler, değil mi hocam? Evet. Yani o olsun. Tiyatroda ben devam edirəm. Benim esas işim tiyatrdır. Tiyatroda yeni projelerim var. Azərbaycan əsərlərini tərcümə edib tiyatrın bədii şurasından keçirdirəm, qazandırıram. Azərbaycan əsərləri səhnəyə qoyuram və indi də üzərində çalışdığım proyektlər var, layihələr var və yəni durmuram. Yəni bir şəkildə indi təzə mən bir filmi də bitirdim. Altın Buzağından sonra mən Aşk Tatlı Bir Yalan adlı bir filmde de oynadım. O da təzəlikcən bitti. İndi hələ ki yeni bir teklif gəlmədi. Yəni o boşluqda da mən teatrla bu dəqiqə teatrda nə eləyə bilərəm? Onun layihəsini hazırladım. İndi inşallah gözəl xəbərlər alacaqsınız onsuz da. Tamaşalar qoyuram. İnşallah. Çok sağ olun, var olun. Uğurlarınız bol olsun. Çok teşekkürler. Sen de çok sağ ol.
Değerli izleyicilerimiz, bu akşam bir değerlimiz Sayın Məlahət Abbasova Elman kızının bilgilerinden yararlandık. Onun düşüncelerini sorduk. Onun biliyorum ki büyük bir ülküsü vardı, büyük bir amacı vardır. Azerbaycan üzerinde, Azerbaycan Türklerinin sinemasını ve özellikle Türk dünyamızda böyle bir güzel bir işlere imza atsın. Ona güzel uğurlar diləyirəm. Çox sağ olun, var olun bizi dinlədiyiniz üçün. Yenə də Sayın Məlahət Abbasova ilə bir söyləşilərimiz olacaq. Onun yaradıcılığı üzərində bəlkə günlərcə, saatlarca konuşsaq bitməz. Bizdən ayrılmayın, bizimlə qalın. Saygılarımı, sevgilərimi sunarım. Əsən qalın. Sağ olun. Sağ olun.